İnsanın ictimai cəhəti var, heyvanların da bəzisinin ictimai cəhəti var. Bəya arılar ictimai yaşamırlar. Arılar ictimai yaşırlar. Bir dənə arını gətirib saxlayasan bir yerdə, gedərsən, baxarsan, görərsən, ölü. Çünki arı ictimai yaşayacaq. Qarışqalara baxırsan, onlar ictimai yaşayırlar. Bir dənə qarışqanı bir yerdə qoyasan, gələrsən, görərsən, ya çoxalıblar, ictimai olublar, ya da o bir dənə ölü. Qarışqa da ictimai zindəki eləyir, yaşayır. Pəs insanın əsas üstün cəhəti insanın mənəvi cəhətidir. Və mənəvi cəhətinin mənası budur ki, olmaz ki, Allah insanı yarada və hər şeyi qoya onun ixtiyarında və onun mənəvi cəhətinə görə belə ona ixtiyarat verə, onun mənəvi cəhətində ona yardım göstərməyə, onu boşu-boşuna bıraxa öz başına. Bunu eləməz Allah. Allahın məhəbbəti çoxdur, mərhəməti çoxdur, inayəti çoxdur. Ona görə də Allah biz üçün Peyğəmbər də göndərir. Necə sən əziz qonağa bir nəfər göndərirsən ki, yolu ona göstərsin, Allah da Peyğəmbər göndərir ki, bizim üçün yolu göndərsin. İndi bu iki biz öz ağlımızla başa düşürük və bilirik ki, Allah insanı yaradıb, insan kəmala yetişər və insan kəmala yetişsə, mənəviyyət cəhətində kəmala yetişir və mənəviyyət cəhətinə görədir ki, hər şeyi Allah insana verib. Olmaz ki, insanı Allah başına boşluya elə-belə deyə getsən, məni taparsan, tapmazsan da tapmazsan. Belə ona imkan yaradıb. Onu öz başına şübhəsiz ki, bıraxmayacaq. Ona Peyğəmbər göndərəcək. Bunu bizim ağlımız başa düşür. Eynən bu qaidə ki, oxuduq, lütfi qaidəsidir. Eynən bunları biz Quranda da oxuyuruq. Quran da əqli dəlildir. Quran biz üçün nəqli dəlildir. Yəni Allahın kəlamıdır. Yəni Peyğəmbərin kəlamıdır. Bax, mən bir iki dənə ayələrdən oxuyuram. Bu oxuduq ki, lütfi qaidəsi ki, Allah bizə buyurur, ağlımızla başa düşürük. Eyni bunu Quran bizə buyurur. Leyl surəsində 12-ci ayə. Buyurur, İnnə aleynə ləl-huda. Şübhəsiz insanları hidayət etmək o bizim boynumuzadır. Həmin ki, öz ağlımızla biz başa düşmüşdük. Öz ağlımızla biz dərk elədik ki, bu insanları hidayət etməyə Allah Peyğəmbər göndərməlidir. Belə imkanı ona verəndən sonra ondan hesad istəmir, ya onu Peyğəmbərsiz başına bıraxır, bu olmaz. Bunu biz ağlımızla başa düşmüşük. Quran da bizə bunu buyurur. Buyurur və innə lənə ləl-axirətə vəl-ula. Həm dünya bizim ixtiyarımızdadır, həm axirət bizim ixtiyarımızdadır. Fəənzərtukum narən tələzzə. Ona görə də mən sizi qorxuduram sizin aqibətüzdən ki, gedib ota düşməyəsiz. Cəhənnəm oti şərarə eləyir, o otdan sizi indidən qorxuduram. Kimin vasitəsilə? Peyğəmbərin vasitəsilə. Bu bir. Taha surəsində 135-ci ayə bizə belə buyurur. وَلَوْ أَنَّا أَهْلَكْنَاهُمْ بِعَذَابٍ مِّنْ قَبْلِهِ. Əgər mən bu insanlara Peyğəmbər göndərmədən bunları əzab eləsəydim, لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا. Onların haqqı var idi, deyə ki, ilahi, sən bizə niyə Peyğəmbər göndərmədin bizi hidayət eləyə? Sən bizə Peyğəmbər göndərmədən, bizi hidayət etmədən, bizi niyə əzab eləyirsən? Əgər Peyğəmbər göndərsəydin, فَنَتَّبِعَ آيَاتِكَ مِنْ قَبْلِ أَنْ نَزِلَّ وَنَخْزَى. Sən Peyğəmbər göndərsəydin, biz onu tabelik edərdik, da bu günləri sənin əzabıya giriftar olmazdı. Yəni, onların sözü var deməyə. Allah buyurur, mən onların sözün kəsirəm.
Mən peyğəmbər göndərirəm, peyğəmbər gedir onları başa salır. İndi biri başa düşməyəndən sonra o ikinci variantıdır ki, mən biləm, o bilər. Onu o birisi ayələrdə deyir. Bu bir. Allah Quranda bu barədə iki cür ayə göndərib. Bir cürə ayələr budur ki, deyir, mən insanlar hidayət tapmağına görə yolu açdım, hamarladım. Mən yolu hamarlamışam. İstəyirsən ki, gedəsən, yolu hamarlamışam sənə. Bu birinci ayədir ki, mən oxudum bu ayələri. İkinci budur ki, deyir, yolun üstündə hər cür manedə var idi, o maneləri mən götürmüşəm. Əgər bir adam istəyə gedə, məni tapa, yol açıqdır. Maneləri götürmüşəm onun qabağından. Elə bil ki, biri istəyir bir yerə geçsin, dağ uçub, yol bağlanıb. Sən də deyirsən gəl, deyir, mane var axı. Dağ uçub, yol bağlanıb, Şamaxı yolunda. Mən necə gedim Şamaxıya? Hələ nə qədər onu aparmayıblar, açmayıblar, gələ bilmərəm. Mane var. Allah buyurur, məni əgər istəyirsən, tapasan, mənə çatasan, bu barədə iki iş görmüşəm. Biri budur ki, yolu hamarlamışam sənə. İkincisi budur ki, maneləri götürmüşəm aradan. Qaldırmışam. Nə mane var idi, olan hamısı gedib. Bax, bu ayə ona işarədir. Əl-Haqqə surəsində 46-cı ayədir. Buyurur, "Ləv təqəvvələ aleynə bə'zəl əqavil." Mən peyğəmbər göndərmişəm, hə? Düzdür. Əgər mən göndərən peyğəmbər gəlib sizə başqa söz desəydi, mən deyənləri yox, əksinə, başqa söz desəydi, "Ləəxəzna minhu bil-yəmin." Biz onun əlindən yapışardıq. "Sümmə ləqətə'na minhul vətin." Xırtdəyindən boğazının damarını çıxadardıq onu. Peyğəmbərin nə ixtiyarı var? Mən göndərəm, mən deyən sözləri deməyə başqa söz deyə. Mən peyğəmbərimə nazirəm, nəzarət eləyirəm. Hər nə mən demişəm, onu de, onu sizə deyib. Və hər nə desə mənim sözümdür. Əgər mən üzüm görürəm peyğəmbərimi, əgər mən görsəm peyğəmbər bir dənə səhvə yol verib, ya mən deyən sözləri demir, başqa söz deyir, peyğəmbərin boğazının damarını çıxadardım mən. Bundan açıq nə deyərlər adama? Bu ayə nəyə dəlildir? Dəlildir buna, yəni əgər peyğəmbər də mane olsaydı bu yolda, mən o maneyi götürmüşəm aradan. Hətta əgər mən göndərən peyğəmbər gəlib bir şey desəydi sizə, sizi şübhəyə salsaydı, bax mən onu qoymazdım. O maneləri də aradan götürmüşəm, heç belə şey yoxdur. Göndərdim peyğəmbəri, sizə dedi hər nə var və siz indi gəlin mənə tərəf. Sən burada bir sual verə bilərsən. Deyə bilərsən ki, əgər bu qaidiyə əsasən, lütf qaidəsinə əsasən, Allaha vacibdir maneləri aradan götürsün, bəs nəyə biz görürük belə öz ictimamızda yoldan çıxanlar və yoldan çıxardanlar? Belə yoldan çıxardanlar var, insanları azdıranlar var. Və Allah onları niyə aradan götürmür? Bu sualı soruşmaq olar. Sən ki deyirsən, Allah deyir, mən yolu aşmışam sənə, maneləri də götürmüşəm, bu da belə mane. Yerə baxırsan mane, göğə baxırsan mane, qəzetə baxırsan mane, jurnala baxırsan mane, televiziya baxırsan mane, Avropaya baxırsan mane, şərqə baxırsan mane, qərbə baxırsan mane. Şeytana baxırsan mane, nəfsə baxırsan mane, bunlar hamısı manedir. Və sən deyirsən, Allah deyir, mən maneləri götürmüşəm aradan. Allah buyurur, bəli, mən manelerin hamısını götürmüşəm. O yerdəki insanlar başa düşüb, o yerdəki insanlar eşidib, eşidənə qədərdir mənim sözüm. Əgər eşitməsə,
haqq səndəndir. Amma əgər eşidib, yolun düzün, əyrisin ona deyiblər, sonra başqası onu yoldan çıxadır və bu da onun sözünə baxır da onun öz işidir. Mən əvvəl, düzdür, şeytanı yaratmışam. Demişəm, bax, bu şeytan sizinlə də düşmandır. Demişəm, sizinlə düşmandır ya deməmişəm. Bəli, ilah deyibsən. Əgər demişəm, pəs, tamam. Da sən özün bilərsən. Əgər mən bu yolda demişəm, bu yolun ortasında bir quyu var, haqq məndəndir. Əgər deməmişəm, onda haqq səndəndir. İndi biri bilir, yol bağlanıb. Yol bağlanıb, onu bilir. Bilə-bilə gedir. Məsəl üçün qışdır, qar yağıb, Şamaxı yolunda, Göyçay yolunda Prival bağlayıb yolu. Bağlanıb yol, qar tutub, gedə bilmirsən. Sənin də xəbərin yoxdur. Gələn maşınlardan soruşa bilərsən. Yaxud dağı uçub, yolun biyazını kəsib. Sənin maşının işığı var, tormuzu var, rolu var. Bəs tormuz nə üçündür, işıq nə üçündür? Sən gedə bilərdin, baxa bilərdin, görə bilərdin, görərdin, yol bağlanıb qaydardın. Amma sənə bir lütf eləyiblər. Evində oturubsan, radiodan eşidirsən ki, filan yerdə yol bağlanıb. O lütfüdür. Onu deməyə də bilərdi. Çünki sənin maşının işığı var, maşının tormuzu var. Gecə də geçsən, görərsən dağ uçub, günüzdə geçsən, görərsən dağ uçub. Qışda çıxırsan, qar yağır, bilirsən ki, sənə nə lazım olacaq yolda, onları götürməlisən. Amma bu iki evin içində oturubsan, radiodan eşidirsən, filan yerdə yol bağlıdır, o lütfüdür. Onu sənə deyəndən sonra sən təzdən durubsan, düşübsən ki, bir cür eləyərik. Da sən istəyirsən, dəriyə düşəsən, ona xalq neynəsin? Sənə deyildi, sən baxmadın. Məsələn, nə mənə deyilməyib? Allah buyurur, mən şeytanı yaratdım, sizə də dedim, ələm əhəd iləykum ya bəni Adəm, əllə tə'buduş şeytan, innəhu ləkum əduvvun mubin. Onu ibadət eləməyin. O sizə açıq, aydın olan düşməndir. Sən ona baxmadın. Nəfs manedir. Mən içəridə nəfs qoydum və sizə dedim. Dedim və əmmə mən xafə məqamə rəbbih və nəhən nəfsə ənil həva. Əgər bir adam istəyir ki, Allaha tərəf gedə və Allahdan əgər qorxur, onda bu öz nəfsi ilə mübarizə aparmalıdır. Mən bunların hamısını sizə demişəm. Sizə demişəm ki, və mə atakumur rəsul fəxuzuhu. Hər nə peyğəmbər desə ona baxın. Və mə nəhakum ənhu fəntəhu. Hər nədən sizi çəkindirsə, siz çəkinin. Bunu mən sizə demişəm. Və Peyğəmbər sizə nəyi deməyib? Onların hamısını Peyğəmbər sizə demişdi. Mən sizə demişəm, لَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْزَ الْأَقَاوِيلِ. Əgər Peyğəmbər mən deyən sözlərdən əlavə, başqa, onun əksinə sizə bir şey desəydi, əlindən tutardım, boğazının damarını çıxadardım. Mən bunları sizə demişəm. Mən sizə demişəm, ya əyyuhəl-ləzinə amanu əti'ullah və əti'ur rəsul və ulil əmri minkum. Allahı itaət eləyin, Peyğəmbəri, bir də ulil əmri. Və demişəm də Peyğəmbər hər nə danışır, vəhyidir və ma yantiqu ənil həva, in huvə illa vəhyun yuha. Hər nə danışır Peyğəmbər, vəhy eləmişəm, mənim sözümdür sizə danışır. Peyğəmbər dedi, ulul əmr əlidir, sən niyə qəbul eləmədin? Və Peyğəmbər demədi, ulul əmr yəni əli. Sən hələ Peyğəmbərdən sonra oturubsan, şura qurubsan, məsləhət düzəldirsən özüvə. Mən sənə deyəndən sonra sən indi dəriyə get. Da mən neynim gedirsən sən dəriyə?
Və mən Peyğəmbərə deməmişdim və Peyğəmbər sizə demədi Əliyyum mə'al haqq vəl haqqu mə'a Əli. Və siz bunu görmədiniz ki, Səhih-i Müslümdə yazılıb, Səhih-i Buxaridə yazılıb, Ömər əleyhissalam bunu nəql edib, Əbu Bəkr cənabları bunu nəql edib, Ayşə xanım nəql edib, Əli özü nəql edib, İmam Sadiq nəql edib, nə qədər Allah tərəfindən, nə qədər xəlifələr, nə qədər canişinlər, nə qədər vəsilər var, onların hamısı bunu nəql edib, heç kimdə demir yox və sən nəyə baxmırdın ona? Özündən oturub şey düzəldirdin. Mən vaxtı ki, bunları demişəm sizə. Və Peyğəmbər sizə demədi Əliyyum mə'al Qur'an vəl Qur'anu mə'a Əli. Əli Qur'anla ikisi həmişə bir yerdə olmalıdırlar. Hər kəs bunları ayırsa yolun azacaq. Mən bunu demişdim sizə. Sən indi özün gedibsən, yolu azıbsan, bunları ayırıbsan, bunları ayırandan sonra yolu azıbsan, da o mənə aid olan şeydir. O sənin öz işindir. Bax, bunlardan nə qədər desən var. Peyğəmbər sizə demədi Əliyyun, hubbuhul iman və buğzuhul kufr. Öz kitablarınızda da, hamı firqələrdə bu hədisi yazdı, əl-an da kitablarda var. Əlinin məhəbbəti imandır, Əlinin ədavəti küfrüdür. Sən bunu eşidəndən sonra və nəyə oturub özünə məsləhət düzəldirdin? Nəyin məsləhəti dövrüydü bu? Kimin məsləhəti dövrüydü bu? Sən özünə məsləhət düzəldəcəydin, bəs Peyğəmbəri neynirdin? Bəs onda sən Peyğəmbəri inanmırsan. O ki deyir, hər kəs Əlini qəbul eləmir, məni qəbul eləmir, onun mənası yoxdur. Yəni, əgər sən özün məsləhət düzəldəcəydin, onda sən nə də Peyğəmbər lazım deyirdi ki. Odur ki, buyurur, bax, əgər birdən, biri desə ki, yox, maneylər var arada, onlar mane deyir. Mane o vaxtdır ki, mən xəbər verməmişəm. Əgər mən deməmişəm, onda deyərsən mane. Mən bunların hamısını deyəndən sonra, sən özün oturasan, deyəsən, düzdür belə deyib, amma o ammada işi xarab eləyibsən. Əvvəldir, düzdür. Bunu deyib. Amma amması da yoxdur. Amma da qaldı sən öz məsləhətindir. Ammanı sən özündən özünə düzəldirsən. Eynən bu qaide-i lütfi ki biz oxuduq, həm Quranda var, həm əqlimizlə başa düşdük, müxtəlif hədislərdə də yenə də bax, eynən bunu bizim üçün bəyan eləyiblər. Mən bir dənə, iki dənə də bu hədislərdən oxuyum ki, təbərrük olsun. Həzrət buyurur Əli əleyhissalam, ləm yuxli subhanəh xəlqəhu min nəbiyyin mürsəl, o kitabin munzəl, o hüccətin lazimə. Heç vaxt yer üzü boş olmadı bir Peyğəmbərin vücudindən, bir də ki, kitabı ki, Allah onu göndərə. Həmişə, hər devirdə, hər əsrdə Allahın yer üzündə Peyğəmbəri var idi və göndərilmiş kitabı var idi. O muhaccətin qaimə, yolu Allah açıq eləyib bizim üçün. İndi biri istəyir gedə imma şakirən, biri istəyir getməyə imma kəfura. O insanların öz işidir. İmam Sadiq əleyhissalamın barəsində Huşam ibn Həkəm deyir, bir nəfər kafirlərdən, zendiqlərdən, o vaxtın komünistlərindən gəldi, İmam Sadiq əleyhissalamdan bir sual soruşdu. Dedi, sən Peyğəmbərləri hansı yollarla bizə sübut eləyə bilərsən? Hansı yoluna mənə sübut eləyə bilərsən ki, Allah Peyğəmbər göndərib? Həzrət dedi ki, sənə sübut oldu ki, bizi bir yaradan var. Dedi, bəli, onu bilirəm. Dedi, sənə sübut olub ki, bizi yaradan hikmətli bir vücuddur. Dedi, onu da bilirəm. Dedim, bunu da bilirsən ki, bizim ondan ünsiyyətimiz, təmasımız fiziki mümkündür. Fiziki ondan görüşək, oturaq, bizi yaradanla, sözün bizə deyə, görək bizi nəyə yaradıb, bizim sualımız olsa verək, ilahi, öz suallarımızı verək sənə sən də. Bunu bilirsən ki, bu da mümkündür. Dedi, bəli, onu da bilirəm. Dedi, onu bilsin də cavabın özündür da.
Cavabı onun bu olar ki, səbətə ənə ləhu süfərə fi xəlqih. Buracan bilsin, buradan oyanası da budur ki, pəs vacibdir ki, Allahın səfiri olsun, yerin üzündə onun sözün bizə desin. Bu ölkədən o ölkəyə necə səfir gedir? Bu ölkənin sözün, söhbətin, mövqeyin, siyasi, ictimai, mədəni hamısının o çatdırır orada. Onların bu ölkəyə bir sözü olanda səfiri ilə danışırlar. Buyur, bax, Allahın da ənə ləhu süfərə fi xəlqih. Allahın da yaratdıqlarının içində səfirlər göndərib ki, o səfirlər onun sözün çatdırsın. Yuəbbirunə ənhu ilə xəlqih. Allahın söhbətlərin o insanların hamısına və ibadihi çatdırsın. Və yədullunə ələ məsalihihim və mənafi'ihim. Və onların məsləhətlərin peyğəmbərlər desin onlara. Allahın sözün və insanların məsləhətlərin peyğəmbər onlara çatdırsın da onlar özləri oturub özlərinə məsləhət düzəltməsinlər. Özləri üçün ölçü-biçi düzəltməsinlər. Həzrət buyurdu ki, dəlili onun çox aydın və çox gözəldir. Huşam ibn Həkəm deyir, İmam Musa ibn Cəfər əleyhissalamın da bu barədə sözü buyurdu ki, ya Huşam, deyib mənim özümə dedi, Ənə lillahi ələnnas hüccətən. Allahın yeryüzündə iki dənə hüccəti var. Hüccətən zahirə və hüccətən batinə. Bir zahiri hüccəti var, bir batini içəridə, insanın daxilində Allahın hüccəti var. Fəəmməz zahirə ər-rusul, fər-rusul. Amma zahirdəki hüccətlər peyğəmbərlərdir. Nuh, İsa, Musa, bunlar ta İslam peyğəmbərinə qədər. Vəl-ənbiya vəl-əimmə, imamlar və peyğəmbərlər, bunlar Allahın zahiri hüccətləridir. Və əmməl batinə fəl-uqul, ağıl da insanın daxilində, insanın batini hüccətidir. Ki, pərverdigar aləm insanları hidayət eləmək üçün və insanları o məqsədə ki, yaradıb kəmala yetişsinlər, bunlar kəmala çatsınlar deyə Allah bu peyğəmbərləri göndərdi ki, insanlar yollarını azmasınlar, özlərini itirməsinlər və o məqsədi ki, bunlar istəyirlər, o məqsədlərinə, mənəvi, ruhani məqsədlərinə və cənnətə və Allahın ibadətinə bunlar çata bilsinlər. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil ə'zəm الأعز الأجل الأكرم وبالحسين يا الله 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 İlahi əllərimizi naumid qaytarma. Amin. İlahi şər'i olan hacətlərimizi rəva elə. Amin. İlahi dualarımızı müstəcab elə. Amin. İlahi ölənlərimizi qəriq rəhmət elə. Amin. Aqibətimizi xətmi bi xeyr elə. Amin. Günahlarımıza qələmi əfv çək. Amin. İlahi bu ayın feyzindən bizi binəsib eləmə. Amin. Bu mübarək ay axir Ramazanımız qərar vermə. Amin. Xəstələrimizə şəfayı acil inayət elə. Amin. İltiması dua deyənlər hacətlərin rəva elə. Amin. Bizi bağışlamamış, Kərbəlayı eləməmiş qəbr evinə aparma. Amin. Qəbrimizin əvvəl gecəsi nuri vilayəti əmirul müminindən bizi ayrı salma. Amin. Xalis olan salamlarımızı İmam-ı zamanımıza yetirginan. O Həzrətin mübarək olan qəlbin hamılarımızdan razı elə. Bi haqqi Muhammedin və alih və bi haqqi surətil mübarəkətil Fatihəti ma'as salavat. Allahümmə salli ala بسم الله الرحمن الرحيم
الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد